Salam, deməli bugün sizinlə saç yağlanma problemini necə həll etdiyimi bölüşəcəm. Mən də bu problemdən dəhşət əziyyət çəkirdim. Yəni hər gün saçımı yuyurdum, hətta gecə saçımı yuyurdum və saçım yastığa dəyib yağlanırdı. Sabah harasa gedirəmsə mütləq sabah tezdən yenə yuyurdum. Sonra saçımı uzatmağa qərar verdim. Uzatmağa qərar verdim və mənim saçım dəhşət qalındı. Ondan sonra hər gün saçımı yumaq, mən 2 saat yumaq, qurutmaq və formaya vermək 2 saatımı alırdı. Mən də bezdim bundan. Yəni 2 saat hər gün saça ayırmaq dəhşət. Bezdim, yəni o dərəcəyə ağlamaq dərəcəsinə çatırdım hər gün. Və yoruldu, qolum yoruldu, hər gün saçımı belə qalındı deyə dəhşət vaxt aparırdı. Sonra dedim ki, öz-özümə yox, 2 dəfə hər gün yumayasan saçı. Saçımı hər gün yumadım. Və elə bir vaxt gəldi ki, bir müddət sonra da, bu təbii ki, ikinci günü yox. Elə bir vaxt gəldi ki, saçımı yumadığımın ikinci günü, saçım elə oldu ki, elə bir indi yumsam. Nə yağ yox, nə bir şey yox, heç nə. Sonra bu 2 gün oldu 3 gün, 3 gün oldu 4 gün. Yəni hal-hazırda saçımı 4 gün əvvəl yumuşam, amma heç bir yağlılıq hissi yoxdur. Əladır da. Nəysə, hər gün elə bir ki, 2 saat mən qazandım. 4 gündür 2 saat qazanıram hər gün. Nəysə, ondan sonra mən bilirdim ki, onsuz da saçı hər gün yumaq ziyandır, amma çox da dərinliyini bilmirdim. Sonra bunu araşdırdım. Bizim saç dərimizdə sebum adında bir yağ var və bu yağ bizim saç dərimizə və saçımıza lazımlı bir yağdır. Biz onu hər gün şampunla yuyanda bu yağ yoxa çıxır. Və saç dərisi də fikirləşir ki, mən daha çox yağ verim ki, bu necə deyim, daha çox yağlandırır da bu saçı. Hər gün biz yuyuruq və o yağ ifrazı daha çox artır. Yəni üzümüzdən götürürəm. Mən yağlı dərili üzəmdə üzümü məsələn sabunla yuyuramsa, bir müddət sonra, yəni neçə saat sonra daha çox yağ ifrazı olmuş olur. Yəni eyni məntiqdir. Ona görə həm bizim öz dərimizdəki yağ saçımıza xeyirdir, həm də ki yağlanmanı azaldır. Məsələn, bundan əlavə işlətdiyimiz şampunlara da diqqət yetirməliyik. İçində sulfatsız və parabensiz şampunlar istifadə etməliyik. Bir də saçımızdan çox tez-tez oynamamalıyıq. Əl falan düzdür, mən deyirəm onu. Dayana bilmirəm. Qalındır, üzümə düşür, belə narahat edir. Amma yəni çox tez-tez əl vurmamalıyıq ki, yağlanmasın. Nəysə, dedim sizlə də bölüşüm bunu. Bəlkə kimsə yoxlamaq istəyər. Yəqin ki, sabah yuyacağam. O bir dənə xəbər var idi, bir qadın 6 ayda çinmirdi. İndi mən də onun gününə düşdüm. Nəysə, sağ olun.